Salam, bugün sizinlə Redkalenkadan 24-cü dərsə baxırıq. Naşa Rodina, bizim vətənimiz. Yeni sözləri oxuyuruq. Naşa Rodina, bizim vətənimiz. Aha, sonra Novaya Slava, yeni sözlər. Rodina, vətən, stolitsa, paytaxt, gasudarstvo, dövlət, nasilение, əhali, flaq, bayraq, gerb, gimn dəyişmədi, region, ərazi, jitel, sakin, territoriya, ərazi, resurs, mənbə, sərvət, основатель, qurucu, условия, şərt, количество, miqdar, lёд, buz, neft, qaz dəyişmədi, zolото, qızıl, serebro, gümüş, камень, daş, благородство, soylu kök, vernost, sadiq, смелость, mərd, cəsarətli, любовь, məhəbbət, ореол, qartal, knyaz, tituldur, враг, düşmən, vitrina, sərgi, государственный, hökumət, hökumətin, официальный, rəsmi, крупный, böyük, iri, древний, qədimi, старинный, yenə köhnə, qədimi, суровый, sərt, возможный, mümkün olan, яркий, parlaq, широкий, enli, узкий, ensiz, уличный, küçə, küçənin, деревянный, taxtadan, каменный, daşdan, хотя, baxmayaraq, вскоре, tezliklə. Диалог номер 1, birinci dialogu oxuyuruq. Lena, как ты думаешь, сколько языков есть в России? Lena, necə düşünürsən, Rusiyada neçə dil var? В России есть очень много языков и диалектов. Rusiyada çoxlu dillər və ləhcələr var. Но официальный язык России это русский, amma Rusiyada rəsmi dil rus dilidir. 92% населения говорит на русском как на родном языке. Əhalinin 92% rus dilində doğma dilindəki kimi danışır. Интересно заметить, что русский язык практически не меняется от региона к региону. Çox maraqlıdır ki, ərazidən əraziyə dil dəyişmir. Почти dil dəyişmir. Например, жители Владивостока говорят так же, как жители Моskvы. Məsələn, Vladivostokun əhalisi Moskvanın əhalisi kimi danışır. Yəni, burada ləhcə dəyişmir. Ondan gedir söhbət. Хотя между ними 9000 kilometrов. Baxmayaraq ki, onların arasında 9000 kilometr ara var. Я очень рада это слышать. Mən bunu eşitməyə çox şadam. Для студента русского языка это отличная новость. Rus dili öyrənən tələbə üçün bu əla xəbərdir. Dialoq 2. Patrick, ты знал, что Россия это самая большая страна в mire? Patrick, sən bilirdin ki, Rusiya dünyada ən böyük ölkədir. Неужели? Necə yəni? А я думал, что это Китай. Ben düşünürdüm ki, bu Kitay'dır. В Китае живет больше людей, чем в России. Kitayda, Çində çox əhali yaşayır, nəinki Rusiyada. Nasilение Kitaya больше milyarda. Çinin əhalisi milyarddan çoxdur. А в России живут 142 миллиона человек. Rusiyada isə 142 milyon əhali yaşayır. Но по территории Россия самая большая страна в mire. Amma ərazisinə görə Rusiya dünyada ən böyük ölkədir. Однако 65% территории нашей страны покрыты льдом. Amma bizim ərazimizin 65% buzla örtülüdür. Поэтому на севере живет очень мало людей. Bunun üçün də şimalda çox az insan yaşayır. Условия жизни на севере очень суровые. Şimalda həyat şərtləri çox sərtdir. Zimы длятся долго. Qış çox uzun çəkir. Иногда люди не видят солнца несколько месяцев. Bəzən insanlar aylarla günəş görmürlər. А почему люди живут там в такую плохую погоду? Bəs niyə belə pis havada orada insanlar yaşayır? Дело в том, что на севере есть очень много ресурсов. Neft, gaz, zolото и серебро. İş bundadır ki, şimalda çox mənbələr var. Neft, gaz, qızıl və gümüş. Dialoq 3.
Tatyana, какие государственные символы есть в России? Tatyana, Rusiyada hansı dövlət simvolları var? Государственные символы России – это флаг, герб и гимн. Rusiyanın dövlət rəmzləri bu bayraq, gerb və himndir. Gerb России – это орел. Rusiyanın gerbi bu орел, qartal deməkdir, qartaldır. У этого орла есть две головы. Bu qartalın iki başı var. Одна голова смотрит на запад, а другая на восток. Qartalın bir başı şərqə, bir başı qərbə baxır. На флаге России есть три цвета: белый, синий и красный. Rusiyanın bayrağında üç rəng var: ağ, göy və qırmızı. A. Что означает цвета флага? Bəs bayrağın rənglərinin mənası nədir? Считается, что белый цвет – это символ благородства. Синий цвет – это символ верности, а красный цвет – это симвol смелости и любви. Hesab olunur ki, ağ rəng soylu kökün, yəni kökü Rusiyanın dərin kökünü təmsil edir. Göy rəng bu sədaqətin, qırmızı rəng isə cəsarətin və məhəbbətin rəmzidir. Но это только возможное объяснение. Amma bu mümkün olan izahdır. Официальное объяснение цветов флага нет. Bayrağın rəsmi izahı yoxdur. Rənglərinin rəsmi izahı yoxdur. А какой гимн России? Bəs Rusiyanın himni hansıdır? Современный гимн России очень похож на гимн Советского Союза. Rusiyanın müasir himni Sovet ittifaqlarının himninə çox bənzəyir. Avtor muziki gimna Aleksandr Aleksandrov. Himnin musiqisinin avtoru, müəllifi Aleksandr Aleksandrovdur. Avtor slov Sergey Mikhalkov. Sözləri isə Sergey Mikhalkovundur. Диалог 4. Саша, это правда, что раньше Санкт-Петербург был столицей России, а не Moskva? Саша, bu düzdür ki, Rusiyanın paytaxtı əvvəllər Sankt-Peterburg olub, Moskva yox. Да, это правда. Санкт-Петербург был столицей России целых 200 лет. Bəli, bu düzdür. Sankt-Peterburg Rusiyanın düz 200 il paytaxtı olubdur. Царь I основал этот город в 1703 году и вскоре сделал его столицей. Birinci Pyotr bunu şəhərin əsasını 1703-cü ildə qoydu və tezliklə onu paytaxt elan etdi. Сейчас мы часто говорим, что Санкт-Петербург это культурная столица России. Biz indi tez-tez deyirik ki, Rusiyanın mədəniyyət mərkəzi Sankt-Peterburgdur. Там находится самый известный и самый крупный музей в России, Ermitaj. Orada Rusiyanın ən böyük və ən tanınmış muzeyi yerləşir, Ermitaj. Москва столица России. Москва Rusiyanın paytaxtıdır. Moskva находится в центре европейской части России. Moskva Rusiyanın Avropa hissəsində yerləşir. На сегодняшний день это самый крупный город в стране по количеству жителей. Bugünkü gündə əhalisinin sayına görə bu şəhər ən böyük şəhərdir. Здесь живут 12 миллионов человек. Burada 12 milyon əhali yaşayır. Население Москвы увеличивается с каждым годом. Moskvanın əhalisi hər il artır. Сейчас это главный политический, экономический и культурный центр страны. İndi bu ölkənin ekonomik, mədəniyyət və siyasət mərkəzidir. Несколько слов об истории Москвы. Moskva haqqında bir neçə söz deyək. Название города происходит от названия реки Москва. Şəhər adını Moskva çayından götürür. Точный возраст Moskvы назвать трудно. Moskvanın dəqiq yaşını bildirmək çətindir. Древние люди жили на этой территории еще в каменном веке. Qədim insanlar burada hələ daş dövründən yaşayırdılar. Но официально Москва первый раз упоминается в документах в 1147 году. Amma sənədlərdə rəsmi Moskva 1147-ci ildə qeyd olunur. В это время здесь правил князь Юрий Долгорукий. Bu vaxtı burada Yuri Dolgoruki idarə edirdi. Он считается основателем Москвы. O Moskvanın əsasını qoyan hesab olunur. Раньше в Москве был только деревянные дома,
так как в России очень много lesa. Əvvəllər Moskvada çoxlu taxta evlər var idi. Ancaq taxta evlər var idi. Çünki Rusiyada çoxlu meşələr var. Первые здания из камня появились Москва только в 14 веке. Появились. İlk daş binalar Moskvada ancaq 14-cü ildə oldu. В центре Москвы находится Кремль, Красная площадь. В центре, Moskvanın mərkəzində Кремль və Qırmızı meydan yerləşir. Кремль – это древняя часть города, где вы можете увидеть старинные соборы, важные государственные здания и muzeyyi. Kreml bu şəhərin qədim hissəsidir, hansı ki orada siz qədim məbədlər, vacib dövlət binaları və muzeylər görə bilərsiniz. Раньше высокие стены Кремля защищали его жителей от врагов. Əvvəllər Kremlin divarları onu düşmənlərdən qoruyurdu. Красная площадь находится рядом с Кремлем. Qırmızı meydan Kremlin yanında yerləşir. На площади стоит знаменитый собор Василия Блаженного. Meydanda tanınmış Vasiliy Блаженный məbədi yerləşir. Не все знают, что Красная площадь называется так, потому что раньше слово «красный» означало «красивый». Bunu hamı bilmir ki, qırmızı meydan onun üçün belə adlanır ki, qırmızı sözü əvvəllər gözəl demək idi. Главная улица Москвы Tverskaya. Moskvanın əsas küçəsi Tverskoydur. Она широкая и шумная. O enlidir və səsli küylüdür. Повсюду есть яркие рекламы и красивые vitrины. Hər tərəfdə parlaq reklamlar və gözəl sərgilər var. Но если вы хотите увидеть романтическую Москву, вы должны погулять по улице Arbat. Amma əgər siz istəyirsinizsə romantik Moskvanı görməlisiniz, Arbat küçəsi ilə gəzməlisiniz. Здесь не ездят машины. Burada maşınlar getmirlər. А люди спокойно гуляют, покупают сувениры и смотрят на уличных артистов. İnsanlar isə küçələrdə sakit gəzirlər, suvenirlər alırlar və küçə artistlərinə baxırlar. Keçdik suallara. Vопросы к тексту. Где находится Москва? Moskvada yerləşir. Сколько жителей в этом городе? Bu şəhərdə nə qədər adam var? Кто считается основателем Moskvы? Moskvanın əsasını qoyan kim hesab olunur? Yəni Moskvanın əsasını kim qoyub? Сколько лет Moskvе? Moskvanın neçə yaşı var? Почему раньше все дома в Москве были из дерева? Niyə əvvəllər bütün evlər taxtadan idi? Что находится в центре Москвы? Moskvanın mərkəzində nə yerləşir? Что вы знаете о Кремле? Kreml haqqında nə bilirsiniz? Что можно увидеть на Tverской улице? Tverskay küçəsində nə görmək olar? Ana Arbatı, без Arbatda. А вы были в Москве? Siz olmusunuz Moskvada? Что вам понравилось? Sizin nə xoşunuza gəlibdir?